Qurban sahibi qurbanı özü kəsə bilməsə belə, kəsim əsnasında qurbanın başında olması müstəhəbdir. Heyvanı kəsmədən əvvəl bir bezlə gözlərini bağlamaq sünnətdir. Bununla bərabər kəsim əsnasında heyvanı sol yanı üzərinə və qiblə tərəfə çevirərək yatdırmaq və kəsim işlərini bu şəkildə etmək də sünnətdir. Ancaq heyvanın böyüklüyü və heyvana nəzarətin çətinliyi səbəbilə onun qibləyə tərəf çevrilməsində hər hansı bir problem vardırsa, bu vəziyyətdə heyvan hansı tərəfə yatırıla bilərsə, o yöndə kəsilə bilər. Yəni, böyük baş danadır, yıxmaq olmur, tutmaq olmur, belə çətinliklər var. Onu hansı tərəfə yıxa bildinizsə, rahatçılıqdan o tərəfə də kəssəniz, heç bir problem yoxdur. Qurban kəsən kimsə heyvana əziyyət verməməyə çalışmalı, bıçağı heyvana göstərməməlidir. Bundan başqa qurban kəsimində istifadə ediləcək bıçağın heyvana əziyyət verməyəcək şəkildə iti olması lazımdır. Bu mənada heyvanı yerə yatdırdıqdan sonra bıçağı itiləməyə çalışmaq və ya heyvanı ayağından tutaraq kəsim yerinə çəkmək, sürmək məkruh sayılmışdır. Ancaq nəzarəti son dərəcə çətin olan böyükbaş heyvanı qurban məkanına daşımaq və ya yerə yatırmaq cəhdləri məkruh sayılmaz. Ancaq belə bir vəziyyətdə ibadət şuurunu və duyğusunu mühafizə etmək lazımdır. Yəni, təpik vurmaq, hirslənmək, döymək, yəni bu kimi şeylər qadağandır. Qurbanlıq heyvan kəsilmək üçün yatırılarkən bu duanı oxumaq sünnətdir. Bu duanı oxuyuram, ərəbcəsini oxuyacağam, sonra da tərcüməsini oxuyacağam inşallah. Əzbərləməyə çalışsaq daha yaxşı olar, əzbərləsək daha yaxşı olar, əzbərləməsəniz də tərcüməsini də olsa desəniz gözəl olar. Bismillah, vallahu ekber, la ilahe illallahu vallahu ekber, Allahumme haza minke ve ileyke, inni veccehtu veciye lillezî fetaras semâvâti vel arda hanifen ve ma ana minel müşrikîn. Kul inne salati ve nusuki ve mahyaya ve mamati lillahi rabbil alemin la şerike leh. Ve bizalike umirtu ve ana evvelul muslimin. Bir daha tekrar okuyuram. Bismillah vallahu ekber. La ilahe illallahu vallahu ekber. Allahumme hâzâ minke ve ileyk. İnni veccehtu vecihe lillezî fetaras semâvâti vel ardı hanifen ve mâ ana minel müşrikîn. Kul inne salati ve nusuki mahyaya ve mamati lillahi rabbil alemin la şerike leh. Ve bizalike umirtu ve ana evvelul muslimun. Böyük olan Allahın adıyla, ondan başqa ilah yoxdur. Allahım, bu qurban səndən bizə bir hədiyyədir və onu sənin razılığın üçün kəsirik. Mən onun birliyinə inanaraq göyləri və yeri yaradan Allaha yönəldim. Mən müşriklərdən deyiləm. De ki, mənim namazım, ibadətim, yəni qurbanım, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür. Onun ortağı yoxdur. Mənə belə əmr olundu və mən Allaha təslim olanların birincisiyəm. Qurban kəsən kimsə bu duadan sonra qurbanın qəbul olunması üçün dua edər. Onun arxasından da təkbir gətirər. Qurban kəsmədən əvvəl təkbir gətirmək də Həzrət Peyğəmbərin sallallahu aleyhi və səlləmin sünnəsindəndir. Təkbir bu şəkildə gətirilir. Bərabər təkbir edək inşallah. Allahu ekber, Allahu ekber. La ilahe illallahu vallahu ekber, Allahu ekber ve lillahil hamd. Bu cürədə təkbir gətirəcək inşallah. Qurban kəsən kimsə sağ əli ilə tutduğu bıçaqla heyvanı kəsərkən Bismillah, Allahu ekber deyər. Qurbanı başqası kəsdiyi halda qurban sahibi də bəsmələdə iştirak edər. Yəni, özü də Bismillah çəkər. Özü kəsə bilmirsə, başında deyənar qurbanın Bismillah, Allahu ekber deyər. Qurbanlıq heyvan boğazının çənəyə bitişən yeri ilə sinəyə bitişən yeri arasında hər hansı bir yerdən kəsilər. Qoyun, keçi, inək kimi heyvanların boğazının çənəyə yaxın qismindən kəsilməsi sünnətdir. Dəvənin isə sinəsinə yaxın yerdən kəsilməsi sünnətdir. Dinimizin qaydalarına uyğun olaraq kəsilən bir qurban üçün boğazın iki yanındakı şah damarlar, yəni diqqətli olaq, boğazın iki yanındakı şah damarlar, nəfəs və yemək borusundan ən az üçünün kəsilməsi kifayətdir.
Bundan başqa qurban kəsilən yerdə hər hansı bir izdihamın olmadığı təqdirdə heyvanın onurğasının, yəni iliyinin dərhal kəsilməməsi və heyvanın damarlarındakı qanın boşalmasını gözləmək daha məqsədə uyğundur. Qurbanlıq heyvanlardan birini digərinin gözü önündə kəsmək, kəsim əsnasında heyvanın gözünü bağlamamaq məkruhdur. Qurban kəsilmədən əvvəl yunundan və südündən istifadə etmək caiz deyildir, yəni icazəli deyildir. Yəni bir quzunu, qoyunu qırxasan, bu düzgün deyil. Bunlar kasıblara paylana bilər, sonradan yəni kasıblara verilə bilər. Solaxay bir kimsənin sol əli ilə qurban kəsməsində də bir problem yoxdur. Allah Teala hər birinizin qurbanınızı qəbul etsin. Esselamu aleykum və rəhmətullahi və bərəkətuhu.